gördük. Növbəti dərsimiz Azərbaycan tarixindən Azərbaycana 1-ci Monqol yürüşü, həmçinin Azərbaycana Xərəmşah Cəlaləddin yürüşü və Monqolların Azərbaycana 2-ci yürüşü. 13-cü əsrin əvvəllərində Atabəylər dövlətindəki o feodal çəkişmələr, hakimiyyət uğrunda mübarizə sonuncu Atabəylər dövləti hökmdarı olan Özbəyin dövründə artıq Azərbaycanda yenidən feodal dağınıqlığını başlatdı. Yəni 13-cü əvvəllərində Azərbaycanda yeni feodal dağınıqlıq oldu. Və 13-cü əsr boyunca Azərbaycana davamlı yürüşlər olmuşdu. İlk yürüş kimi burada başlayır Monqolların Azərbaycana 1-ci yürüşü. 1-ci Monqol yürüşünün olduğu tarix 1220-1222-ci illər. Bildiyimiz kimi ümumi tarixdən də Monqol dövləti, Böyük Monqol dövləti 1206-cı ildə yaranmışdı Çingiz xanın başçılığı ilə. Daha sonra Çingiz xanın zamanında onun övladları və nəvələri müəyyən ölkələrə yürüş etmişdir və yürüşə məruz qalan ölkələrdən biri məhz Azərbaycandır. 1-ci Monqol yürüşünün olduğu tarix 1220-1222-ci illər. Bu yürüşün başçıları 2 Monqol sərkərdəsi Cəbə və Subutay idi. Bu yürüşün məqsədi kəşfiyyat idi. Bəs bu zaman Azərbaycanda vəziyyət necə idi? Feodal dağınıqlığı. Azərbaycanda olan dövlətdə Kürün şimalında Şirvanşahlar dövləti, qeyd etməliyik ki, bu zaman Şirvanşahlar dövlətini hökmdar Kürştabs idarə edirdi. Şirvanşahların bu zaman Kəsranilər sülaləsi dönəmi idi. Paytaxt isə Bakı idi. Bunları bilməmiz şərtdir, çünki bu əsasən situasiya və mətn testlərində bizim yardımımıza çatacaq. Digər dövlət Atabəylər dövləti idi, paytaxt Təbriz idi və Atabəylər dövlətinin sonuncu hökmdarı Özbək idi. Digər feodal hakimlik isə Maraqda Rəvvadilərin nəsrindən olan Axsunqurilər sülaləsi var idi. Cəbə və Subutay, məlum məsələ, Monqollar Azərbaycanı cənubdan yürüş etdilər. 1-ci Monqol yürüşləri zamanı tutula bilməyən 3 şəhər var. Bunlar Təbriz, digəri Gəncə və digəri isə Dərbənd şəhəridir. Gəncə və Təbrizin tutulma səbəbi xərac verməsidir. Təbriz şəhəri 3 dəfə xərac verir, Gəncə şəhəri isə 1 dəfə Monqollara xərac verir, dağıntıdan xilas olur. Dərbənd şəhərinin isə yaxınlığından keçib gedirlər onlar. Dərbənd şəhərini görürlər ki, Dərbənddə möhtəşəm qala divarları var və Dərbəndin yaxınlığından keçərək şimala doğru çıxıb gedib, oradan isə Mərkəzi Asiya, Monqolistana qayıdırlar. Tutulan şəhərlərimiz hansılardır? Cənubdan gəldikləri üçün ilk tutulan şəhərlər təbii ki, Marağa, Zəncan, daha sonra tutulan şəhərlərimiz Naxçıvan, daha sonra tutulan şəhərimiz Ərdəbil, Marağa, Beyləqan, Şamaxı. Monqollara qarşı güclü müqavimət göstərdikləri üçün dağıdılan şəhərlər, xüsusi bu 4 şəhər var. Bunlar hansılardır? Marağa, Ərdəbil, Beyləqan, Şamaxı. Bunlar dağıdılmışdı. Bu 4 şəhər güclü müqavimət göstərmişdi, dağıdılmışdı. Düzdür. Naxçıvan da tutulmuşdu, Sərab da tutulmuşdu. Onlarda da dağıntılar, tələfatlar var idi. Lakin 4 bu şəhər güclü müqavimət göstərmişdi. Birinci yürüş zamanı Cənubi Qafqazda Monqollara qarşı ittifaq quran 2 qüvvə var idi. Bunlar Gürcü çarı 4-cü Georgi və Atabəy hökmdarı Özbək. Lakin Cəbə və Subutay bu məlumatı eşitdikdə onların hər birini ayrı-ayrılıqda məğlub edirlər. 1220-ci ildə başlayan bu yürüş 1222-ci ildə bitir. Onlar Dərbəndin yanından keçib gedirlər, Dərbənd qalasını şimala doğru. Görürsən bu yürüşün nəticəsi nə oldu? 1. Azərbaycanda feodal dağınıqlığı daha da artdı. 2. Monqolların digər yürüşləri üçün şərait yarandı. 3. İqtisadiyyat, şəhər həyatı, süni suvarma sıradan çıxmış oldu. Monqollar gedəndən sonra Azərbaycanın növbəti yürüşləyən qüvvə olur Xərəmşah Cəlaləddin. Xərəmşahlar dövləti Mərkəzi Asiya olan Türk dövləti idi. Xərəmşahlar dövləti Monqol yürüşləri zamanı belə deyək, böyük bir ziyana uğramışdı. Xərəmşahların şəhərləri tutulub dağıdılmışdı. Dövlət məhv olmuşdur. Xərəmşah hökmdarının oğlanlarından biri olan Cəlaləddin Azərbaycana doğru yürüşlərə başlamışdı. Bir növ Monqolların təqibi ilə bura gəlmişdi. Xərəmşah Cəlaləddin Azərbaycanın yürüşü 1225-ci ildə başladı və onun burada hakimiyyəti 1231-ci ilə qədər davam olmuşdur. Təbii ki, burada məqsəd Azərbaycanda möhkəmləmək idi. Xərəmşah Cəlaləddin burada yurt salmağa gəlmişdi. Nəticəsi 1225-ci ildə gələn Xərəmşah Cəlaləddin 1227-ci ildə Azərbaycanı tamamilə tutdu, işğal etdi. İlk öncə 1225-də cənubdan gəlir, Marağa şəhərini tutur. Marağanı tutandan sonra öz əhalinin öz sərhədini çəkmək üçün Marağada təmir, bərpa işləri görür. Həmçinin 1225-ci ildə Təbrizə daxil olur. Atabəy hökmdarı Özbək Təbrizdən qaçır, daha sonra gedib vəfat edir, ölür. Bununla da 1225-ci ildə Atabəylər dövləti süqut etmiş olur Xərəmşah Cəlaləddin yürüşü ilə. Biz xatırlayırıq nə? Xatırlayırıqsa Atabəylər dövləti bundan əvvəl də Xərəmşahların yürüşünə məruz qalmışdı. 1194-cü ildə Xərəmşah hökmdarı Təkəş
Atabəylərin üzərinə yürüş etmişdi. Xorasan Həmədanı tutmuşdu. Daha sonra bu zaman Atabəy hökmdarı Əbbəkir Xərəmşah Təkəşi 1197-ci ildə Həmədan döyüşündə məğlub etmişdi. Yəni Atabəylər üçün 1194-cü il və 1225-ci ilin oxşarlığı Xərəmşahların yürüşlə məruz qalmasıdır. Daha sonra 1227-ci ildə Xərəmşah Cəlaləddin yürüşü ilə Axsunqurilər feodal hakimliyi də süquta uğradı. Həmçinin 1227-ci ildə Xərəmşah Cəlaləddin Şirvanşahları asıla saldı. Qeyd etməli ki, bu zaman Şirvanşah hökmdarı 3-cü Fəribüz idi. 3-cü Fəribüz xərac verməklə canını qurtardı və Şirvanşahların daxili müstəqilliyindən toxunulmadı. Nəticəsi nə oldu? 1225-ci ildə başlayan bu yürüşdə 1225-də Atabəylər süqut edir, 1227-ci ildə Axsunqurlar süqut edir, 1227-ci ildə isə həmçinin Şirvanşahlar asılı qəbul edir və Xərəmşahın Azərbaycanda hakimiyyəti 1231-ci iləcən davam etdirmişdir. Xərəmşah Cəlaləddin özünə Gəncəni iqamətgah seçir, Azərbaycanı idarə etməsini isə öz vəziri Şərəf Əl-Mülkə tapşırır. Şərəf Əl-Mülkün qanunsuz vergi yığması Xoyda, Mərəddə, Naxçıvanda və həmçinin ən böyük üsyan olan Gəncədə böyük üsyanlara gətirib çıxartır. 1231-ci ildə Xərəmşah Cəlaləddinə qarşı Gəncədə Usta Bəndər adlı bir ustanın üsyanı olur. Düzdür, bu üsyanı yatırır Xərəmşah Cəlaləddin çox amansızlığına, lakin bu üsyan göstərir ki, Xərəmşah Cəlaləddin Azərbaycanda dayaqları zəifdir, əhali onu istəmir və təbii ki, 1231-ci ildə Xərəmşah Cəlaləddin Monqolların yürüşünü eşidir, Azərbaycanı tərk edir. Digər mövzumuz Azərbaycana Monqolların ikinci yürüşüdür. Bu yürüş 1231-ci ildə başladı. Azərbaycanda vəziyyəti yenə feodal dağınıqlıq idi. Bu istər 1-ci Monqol yürüşündə də belə idi, istər Xərəmşah Cəlaləddin yürüşündə də belə idi, istər Monqolların ikinci yürüşündə də feodal dağınıqlığı var idi. İkinci Monqol yürüşü 1231-ci ildə başladı. Başçısı Çormoğun Noyan idi. Məqsəd artıq burada möhkəmlənmək idi. Birinci yürüşdən fərqli olaraq. Birinci yürüşdə kəşfiyyat idi. 1231-ci ildə Monqollar gəlirlər. Təbriz şəhərini tuturlar, Marağa şəhərini tuturlar. Təbrizi tutandan sonra minlərlə Azərbaycan sənətkarını Qaraqoruma Monqolistanın paytaxtına göndərirlər. Daha sonra 1235-ci ildə Gəncə şəhəri tutulur. Gəncə birinci yürüşdən fərqli olaraq birinci yürüşdə xərac vermişdi. Həmçinin Təbrizdə xərac vermişdi. Amma ikinci yürüşdə bunların ikisi tutulur. Sadəcə ikinci yürüşdə Gəncə çox pis şəkildə dağıdılır və hardasa 1239-cu iləcən Gəncə xarabalıq şəklində qalmış olur. 1239-cu ildə Monqolların Dərbəndi tutması ilə Azərbaycan işğalını eynilər başa çatdırmış olurlar. Beləcə 1239-cu ildə Azərbaycanda yeni bir hakimiyyət qurulur. Bu Monqol xaqanlığının canişinlik dövrüdür. Yəni Azərbaycan 1239-cu ildən düz 1256-cı iləcən Monqolların xaqanlığının canişinlər tərəfindən idarə olunur. Yəni Monqolların hakimiyyəti altında olur, amma canişinlər vasitəsilə. Mərkəzi Monqolistandan bura hər dəfə canişin göndərilir və o Azərbaycanı idarə edir. 1239-cu ildə canişinlik dövrü başlayır, 56-cı ilə qədər olurdu. İkinci Monqol yürüşündə dedik ki, Azərbaycanda bir dövlət var idi, Şirvanşahlar dövləti. Şirvanşahlar dövləti hökmdarı yenə 3-cü Fəribüz idi. 3-cü Fəribüz Monqollardan asılılıq qəbul edir. Bu zaman Azərbaycanı idarə etməsi Monqol canişini olan Arqun ağaya tapşırılır. Bəs görürsən bu Ali Monqol canişinliyi dövründə, yəni 1239-dan 1256-cı ilə qədər Azərbaycanda vəziyyət necə idi? Burada Monqollar, köçəri bütpərəst Monqollar siyasəti necə idi? Yerli feodal müsəlman Azərbaycanlarını gəlmə Monqollardan asala çevirirdilər, asala salırdılar. Siyasət bu idi. Bu siyasət ta davam edib Monqolların belə deyək, Hülaki hökmdarı Qazan xan dövrünə qədər. Bu dövrdə yerli Azərbaycan feodalları öz malikanələrini, yəni öz mülklərini idarə etmək üçün yarlıq adlı bir sənəd alırdılar. Və bu Monqol canişinlik dövrü isə 1239-cu ildən bir daha deyirik 56-cı ilə qədər davam etmişdir. Birinci Monqol yürüşündən fərqli olaraq ikinci Monqol yürüşündə məqsəd başqa idi, möhkəmlənmək, Azərbaycanda qalmaq. Həmçinin ikinci Monqol yürüşündə bütün Azərbaycan tutulmuşdu. Necə ki, bayaq da deyik, birinci Monqol yürüşündə tutulmayan 3 şəhər, bu Təbriz, Gəncə, Dərbənd. İkinci Monqol yürüşündə bütün Azərbaycan tutulduğu üçün bunlar da tutulmuş olur. Həm birinci Monqol yürüşündə, həm də ikincisində dağıdılan şəhər, bu təbii ki, olacaq Beyləqan şəhəri idi, dağıdılan şəhər. Həmçinin Marağa şəhəri idi. Xüsusilə Marağanı burada qeyd etməliyik. Və bununla da dərsimizi yekunlaşdırmış oluruz.